Salam, hər vaxtınız xeyir olsun. Növbəti video izahımıza başlayırıq. Deməli, yalnız bir şöbənin, yalnız bir hadisənin baş vermə ehtimalı. Bunu yazmışam mən. A var, B ilə S yoxdur, üstə gələk A yoxdur, B var, S yoxdur, üstə gələk A yox, B yox, S var. Bu yalnız bir hadisənin baş verməsi ehtimalıdır. Cəm 12 dənədir. Deməli, 8-i qırmızı, 4-ü göydür. İkisi çıxarılır, ikisi də göy renkli olsun, plus 2. Deməli, burada kombinizon 12-dən 2, burada kombinizon 4-dən 2. Nəşr sözündə hərfi yoxdur, təbii ki, burada belə. 25 tələbə oxuyur. 5-i əladır, 10-u yaxşıdır. 3-ü kafidir, üstə nə qaldı? 18, 7-si qeyri-kafidir. Deməli, 3 tələbə çıxarılır, 3-ü də qeyri-kafi alsın. Deməli, bunlar 0-dır da. Onda olur, burada baxırsa kombinizon 25-dən 3, burada kombinizon 7-dən 3. Belə. Ancaq bir rəft olsun. Yenə A var, B ilə S yoxdur. A yox, B var, S yoxdur. Üstə gələk A yox, B yox, S var. Bu yalnız bir hadisədir. Ona görə olacaq 0-18, bıraq 0-5, bir də bıraq 0-4. Üstə gələk. 0-2, bıraq ikinci var, 0-5, o birisi yoxdur, 0-4. Üstə gələk. 0-2, birinci yoxdur, ikinci də yoxdur. Burada olacaq 0-6. Bu hesablanmalıdır. 10 tüfəng var, onun 6-sı deməli nişangahlıdır, yəni snayperdir. Birincinin olma ihtimalı onda 6, bundan olma ihtimalı onda 4. Bundan vurma ihtimalı onda 9, üstə gələk. Bunda 4 bura, onda 8. Bu ümumiyyətlə hadisənin hər hansı silahla vurulması ehtimalıdır. İkinci isə, yəni bu eləyəcək %54-32 86. İkincinin, yəni bu 32-nin 86-ya nisbət olur. Bu da ixtisar gedir, deməli 2-yə 43-də 16 edir. 1-3 nisbətində, demək 4-də 1-i birincidədir, 4-də 3-ü ikincidədir. Yük maşınlarının sayı budur, ikincisi budur. Birinci 10-da 3-dür yanacaq alması, ikincinin yanacaq alması 10-da 4-dür. 40-da 15 edir. Minik maşın olması ehtimalı ikincisi, yəni 12-nin 15-ə nisbət. Bu da 5-də 4 edir. Yük maşın olması onda eləyəcək 3/12, 4-də 1. Bu da 3/15, o da 5-də 1. 10 şar var, 6-sı qırmızıdır, 4-ü demək başqa renkli. 3 tane şar götürülür, hər üçü qırmızı olsun. Kombinizon 10-dan 3, burada kombinizon 6-dan 3. 10 detal var, 6-sı rənglidir, demək 4-ü rəngsizdir. Yenə 3 detal götür, hər üçü rəngli olsun. Bu da eyni şey. 3 müharici püşatan nəticə variantlarının sayı 3 faktorialdır. Neçə variant 5 faktorial. Burada 1, 4, 5, 10-da 1, 10-da 4, bu da 10-da 5. Hər ikisi eyni dərəcətdə olsun. Ya ikisi də A, A-dır və ikisi də B, B-dir. İkisi də yerə, ikisi də C, C-dir. Amma bu ehtimal tapmalıyım. %1 üstə gələk, %16, burada yazacağım, %16 üstə gələk, %25. Bu deyir deməli, 41, 42, %42. Yanlardan biri 3-cü dərəcə olsun. Deməli,
A var, demək C olacaq və ya üstə gələk BC olacaq. Və ya bunların əksi də ola bilər, ona görə 2-yə vururlar bax bu ehtimalı. Bunu tapaq əvvəlcə. 10'da 1 bura 10'da 5. Üstə gələk 10'da 4 bura 10'da 5. Böləcək %25. Çoxda %25. Heç olmaya bir imtahan verməsi, birdən çıxacaq bunların heç birinin baş verməməsi. 0.1, 0.2, buraq 0.1. Bu da 0.2 deməkdir. 0.998. En azı 2 imtahanı verməsi. En azı 2 imtahan verməsi o demək ki, A var, B, C, C yoxdur. Üstə gələk A, B, yoxdur, C var. Üstə gələk A yoxdur, B ilə C var və ya 3'ü də var. A, B, C. En az ikisi olması bu deməkdir. Bunu hesablayacağız. Hər 3 imtahanı verməsi A, B, C'dir. Yalnız bir imtahan vermir. Yalnız bir hadisə A var, B, C yoxdur. Və ya üstə gələk A yoxdur, B var, C yoxdur. Üstə A yoxdur, B yoxdur, C var. Yalnız bir imtahan da budur. Yalnız ikinci imtahanı versin. A yoxdur, B var, C yoxdur. Yalnız ikinci imtahan da bu deməkdir. 0.9, 0.1, buraq 0.8, buraq 12'de 0.1. 0.8. 100 tane biletin 3'ü uduşludur, 97'si uduşsuzdur. 2 bilet alınır, heç olmaya biri uduşlu olsun. 1 plus 1 olabilir veya 2 plus 0 olabilir. Her iki variant yazılmalı. Burada 100'den 2. Burada olacak kamyon 3'ten 1 vurak kamyon 97'den 1 veya kamyon 3'ten 2 vurak 97'den 0 o da 1 veri yazmıyor. Aha. 7. mərtəbədə düşsün, 4 sakin minir, 1 bölək, 7. mərtəbə bir variant, 1 bölək 9 üstü 4 deməkdir. Aha, 30 bərabərdir 10 plus 20, 2 tələbə və ya ikisi də idman dərəcəsi olsun. Kamyon 30'dan 2, burada kamyon 10'dan 2. Herman sözü təkrarlanan şey yoxdur, ona görə 1 bölək 56 faktorial olur. Çıxış şəkillər məhbuslarından neçə variant 4 dənədir, deməli 4 faktorial olacaq. Yalnız bir onun yarışda neçə oyun keçirilər, deməli 14 vuraq, 14 çıxaq 1, 2 nəfərin bir oyunu 1 sayılır, ona görə 2'ye də böləcəm. 7 vuraq 13 olur 91. Neçə variant? 9 permütasiya 9'dan 5 hesablanmalıdır. Tək halının düşməsi ehtimalın zərratının tək halının düşməsi ümumiyyətlə tək hallar da 1 var, 3 var, 5 var. Altta 3. Aha. P bərabər 0.7'dir. Riyazi gözləmə n də 100'dür. Riyazi gözləmə NP'dir. Bu da 70 edir. Aha. Riyazi gözləmə yeni 200'ü vuracağım 0.4'də. N 3'dür. P 0.8'dir. Riyazi gözləməni istəyib bir-birinə vurmaq lazımdır. Yine 9, 0.9'u 2'ye vuracağım 1.8. Bu riyazi gözləməsi ilə mx çıxaq mx 0 verəcək. Yine mz bərabərdir. Yerine koyuyorum hamısını 2 plus 1 plus 1 4. Burada mz istəyir 5 buraq 2 üstə gələk 1 üstə gələk 1 12. Burada da 4 buraq 3 çıxaq 3 buraq 1 plus 1 12 3 9 10. Her şey olduğu kimi yerine yazılmalıdır. 2 çıxaq 5 buraq 2 plus 1 mənfi 7. Yine de yerine koymalıyım. 1 çıxaq 3 buraq 2 plus 7. MZ her şey yerine koymalıdır. MZ oxşar sualları yazmıram. MZ
M'lər heç nə dəyişmir. Yaz gözləmək istəyir, yaz gözləmək istəyir. Aha. Burada ihtimal eləyəcək 0,1. Vurup toplayıp beraber 6 eləyəcəm. Bu 0 eləyir, bu eləyir. 0,1 vuraq x2 beraber üstə yerək 5,6 beraber 6'ya. 0,4 x2 eləyəcək 4. MZ'si yerine koyulmalı. Hamısı bunlar yerine koyulandı. Yenidir. En büyük ihtimalle dediğim P çıxaq Q kiçik beraber M0 NP plus P. En büyük ihtimalle de her şey yerine yazılmalıdır. Burada süturda yerine yazılmalıdır. İki cütünün satılması ihtimali P. 4 cüt olarak 4'ten 2'ni sat. Kamizon 4'ten 2 bırak P kvadrat bırak Q kvadrat. Kamizon 4'ten 2 6 verir. P kvadrat 0,8'in kvadratı bırak 0,2'nin de kvadrat hesaplanmalıdır. Bu Maurer Laplace'ın integral teoremidir. X1 beraberdir. K1 çıxaq NP bölək kök NPQ. X2 ile beraberdir. K2 çıxaq NP bölək kök NPQ. Düsturda P X1 M1 M2 beraberdir. F X2 çıxaq F X1. N 2100'dür. X1 1480, X2 de 1500'dür. Yerini qoy hesablamalıyam. Deməli olur nə? 1480 çıxaq 2100 vuraq P 0,7 bölək kök altında 2100 vuraq 0,7 vuraq 0,3. Abi X1'dir. Və X2'nin de yerini qoy hesablamalıyam. Cavablar net oldu. Bir cütümüz yine de Bernoulli düsturudur. PNK. Kamizon 5'ten bir cütü 1 vuraq 0,8 üstü 1 vuraq 0,2'nin üstündə 4. Hava hesablanmalıdır. Bir cütü satılır, yerde kalanlar satılmır da düz olur. 5 vuraq 0,8 vuraq 0,2 üstü 4'də 0 tamam. Deməli 10.000'də 16 öyle değil mi? Böyle. Üç sütunun satılması P 5'ten 3. Kamizon 5'ten 3 vuraq P kubu vuraq Q'nun kvadratı. P 0,8 Q 0,2. 4 paket 5'ten 4'ü satılsın. Kamizon 5'ten 4 P üstünde. Ümumiyyətlə belə yazılır da yazılış belə. P üstü 4 Q üstü 1. 4 imtihandan müsbət qiymət P 7'den 4 beraberdir. Kamizon 7'den 4 vuraq P 4 Q'nun kubu. Bu da en azı bu qədərsə, en çoxu da 2100. Deməli K1'in beraberdir 1575, K2'nin de beraberdir 2100. P de verilir 0,7, Q de 0,2. Ve bu düsturdan istifadə olunmalıdır, değil mi? X1, X2 tapılmalıdır. Aha. Az olmayaraq diye söylüyoruz. 3100, K1 beraberdir 3100. Onda K2 beraber 400. Söz. Buradan hesaplanmalıdır ve yaxşı düstur. Aha. Göstər hər birinin satılma ihtimali yarısı en büyük ihtimalle dediğim P beraber M0'da 2 beraber MP plus P. P verilip 5 detalın en 5'si budur. N5'dir, P de 0,8'dir. Aha, deməli
100 verməsi deməli P 8-dən 5-i bərabərdir. Komizin 8-dən 5 bıraq P üstü 5, Q üstündə 3. Və belə. Ehtimal da 0.7-dir. Aha. Ən az, ən çox məsələsi deməli integral teoremidir. Yenə integral teoremi, çünki ən az, ən çox məsələsi var. 5 paketdə yoxlama aparılır. 4-dən az olmaması. Deməli P 5-dən 4-ü hesablayacağım. Bir də üstə yerə P 5-dən 5-i hesablayacağım. B0 oldu. Ən böyük ehtimalla da NP çıxaq Q kiçik bərabərdir M0. Buna heç çox məsələ düşür. NP plus P. P 0.3'dür, 30% çünkü. 4'ten 5, P 4'ten 3 satılsın. Komizin 4'ten 3 bırak P kubu Q üstü 1. 8 pakette en büyük ihtimalle ədəddə bu düsturda yazmışam, yerine yazılmalıdır. Burada da 82 P deməli 0.8'dir. K1 deməli N 400'dür. K1'im 300'dür. K2 de 370'dir. İndi x1, x2'ni hesablayın. x1'i tapın, bir de x2'ni tapın. Göreceğiz ondan sonra. Burada da yine x1, x2 istəyir. Aha. Bu lambdadır. Lambda bərabərdir. NP'dir. Say çoxdur. Ehtimal aşağı doğru pozisyon tuturdu. 3 defa P 4'ten 3. B0 tutur. En büyük ihtimalle ədədim tutur. NP çıxaq Q kiçik bərabər M0 o da kiçik bərabər NP plus P. Hər ikin biri maliyyə insanı pozur. P bərabər 2'də 1 deməli. N 10.000'dir. K1 4800'dür. K2 də 5200'dür. X1'i bir də X2'ni hesaplamaq lazımdır. Hə, X1, X2'ni hesablayıb, sonra da göreceğiz içine alınır. Görünür ki, ikisi de beraber olur, ona göre bir alınır. Eyni şey burada da olur. X1 ilə X2 hesablanmalıdır. Hər ikisindən biri pozursa, P də 2'də 1'dir, Q də 2'də 1'dir. Aha, yeni də həmin şeydir. 3 kitabdan ancaq ikisi nəfs çap olunsun. Deməli P 3'dən 2. Komizin 3'dən 2 bıraq P kvadrat bıraq Q. O belə. 2 də ancaq biri. İkisindən P ikisindən biri. O deməkdir ki komizin 2'dən 1 P 1 Q üstü 1. En büyük ihtimalle ədəd tuturdur. MP plus minus Q kiçik bərabər M0 kiçik bərabər MP plus P. En büyük ihtimalle ədəd yine onu istəyir. En büyük ihtimalle ədəd 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 istəyir. Aydındır. Aha. Eyni addımlı paylanmalara gətirməliyim. 4'dən 24'ü deməli, bunu böləcəm, mən parçalayacağım 5 dənə yerə. Deməli, 24'dən 4 çıxıram 20 eləyir. Deməli, 4 addımlayacağım, 5 yerə bölürəm. 4'dən neçə böləcəyim? 4'dən 8'ə, 4 bir parça seçdim. Yarısı toplayıb yarı böləndə 6 eləyir. 8'den 12'ye toplayıp yarı böləndə 10 eləyir. 12'den 16'ya toplayıp yarı böləndə 14 eləyir. 16'dan 20'ye toplayıp yarı böləndə 18 eləyir. 20'den 24'e toplayıp yarı böləndə 22 eləyir. İndi 4, 8 bura düşür də. 4, 8, 8'e qədər 7 görsün cəmi. Sonra 8, 12 bu ikisidir. 3 eləyir. 12'den 16'ya kim? Burada bu 7'dir. 16'dan 20'ye kim? Bu da 6'dır. Ve bu yerde kalanlar da buna aittir. Görürsünüz. Beraber addımı paylanmaya çevirdiği olmaz. Eyni şey burada doğrudur. 1'den 31'e kimi 30'dur. Deməli 1 31.
30'u neçə yerə bölə bilərəm? 6 yerə də bölə bilərəm, 5 yerə də bölə bilərəm. 5 yerə böləndə deməli 6 addımdır. Birdən olacaq deməli 7-yə kimi, elə deyilmi? Birdən 7-yə toplayıb yarı böləndə 4, görürsünüzmü? 4'dür. 7'dən deməli 6 gəlmişəm də 13'ə. Toplayıb yarı böləndə 10'dur. 13'dən 19'a. Toplayıb yarı böləndə 16'dır. 19'dan üstünə deməli 6 gələndə 25'ə. Toplayıb yarı böləndə 22'dir. 25, 31 toplayıb yarı böləndə 28'dir. İndi 1-7 aralığı. Birdən 7'yə kimi budur bax. Toplayanda 5, 5, 10, 6. Deməli bura nə elədi? 11 dənə. Deməli bura 5 elədi, 5, 10, bu da 11. Görürsünüz. Sonra 7, 13 aralığı bura düşür. 8. Sonra 13, 19 aralığı bura düşür. 4. Sonra 13 geldik. 19, 25 aralığı bura 9 edir. Bu yerde kalanlar da buna aittir. 8. Eyni şey bura aittir. 1, 7, 17'yi parçalayırım. 16 deməli 4 gedəcəm də 1-dən 5'ə. Toplayıb yarı böləndə 3, gördün mü? 5'dən 8'ə, yox 4 gələcəm 9'a. 4 yarısı. 9'dan 13'ə 11. 13'dən də 17'yə 15. İndi bax 1-5. 1-5 buradan başlayıb bura kimdir bax. 4, 4, 8 edir. Sonra bu aralıq üstünə deməli nə gəlirəm? 5, 9. Düşür bura. Görürsən 11. Sonra düşəcək bura. 9, 13 aralığı bura düşür 6. Sonra bu birisi delir. Deməli nə qədər? Buradan da başlayıb bura kimi gəlir. 7, 8, 15. Bu da həmin şeydir. 3, 15. 3, 15. 15'ten 3 çıxdım 12. 4'e bölə bilərəm 3 düşür də. Deməli 3 gedəcəm. 3 deməli 7. Yarı böləndə 5 edir. 7 11 9 11 bir də 15. Bu da belə. 3 5 aralığı. 3 5 bu da buradır bax. Deməli nə elədi? 3 7 bağışdan 7 bura kim gelir? Dedi 6. Sonra 7 11. Buradan bura kim gelir? 10. Gördünüz mü? Sonra buradan da 11 11 15 aralığı da bura düşür. Hamısı bir yerde 14. Eyni şeydir 23 3. Deməli bu da 4 5 yere böleceği yere değil mi? 5 tane yer olmalıdır. Bu da böyle. 2, 3, 5. Gördüm 5 tane de. Oxşar variant. Bu da oxşar şeydir. Şimdi burada ne deyil? Merkezi empirik M2'ni soruşur. M2'ni soruşursa dispersiya deməkdir. DS-i soruşur. DS üçün gərək nəyi tapam? X kvadratın ortaya çıxaq. XS ortanın kvadratını tapam. XS vurup toplama əməlidir. Vurup toplayıb sayına böləcəm. Bunların 5, bu da 5. Ona böləcəm. Vurup toplayanda 3 tamamda 3 üstə yelək, 4 tamamda 2 üstə yelək, 3 tamamda 1 üstə yelək. Bunu da toplamda deməli eləyir nə? 8 tamamda 2 üstə yelək. Bu da 10 tamamda 2. Bunu hesablayırsan. Bir də x kvadratın ortasında bunların kvadratlarını vurasın. Bunların kvadratlarını vurup toplayacağız. Sonra getirip burada yerine yazacağım. Aha, bu nə deməkdir? Gərək bunun şərti var. M2 ulduz. Deməli, yalnız nə? Şərti empirik momenti soruşur. Tamam. Deməli, şart empirik moment ise 3 tamamda 1'dir. Bunun şart variantlara keçirəm. Ən böyük tezlikli variant olsun da bunu seçtim.
Deməli, bundan buna fərq nədir? -2. Sonra burada fərq elədi nə? 1, -1. Sonra bura 0, buradan bura fərq 1, buradan bura fərq 2. Ayırdım belə. Bunlar da 3, 2, 1, 2, 2. Bunu indi kvadratına vur toplayanda 4 bura 3, 12 plus 2 plus 0 plus 2 plus bu da 4 2 vuranda 8. Böleceğim 10'a. 14, 24'ü bölerim 10'a. 24 bölerim. Bu da 2 tamam 4. Gördün. Da belə. Seçme ortağını istedik. Seçme orta beraberdir. Vur topla da. 11 tamında 1 vuraq 3 üstə gələk. 2 tamında 1 vuraq 2 üstə gələk. Vurup toplamalısın yəni devam elə. Burada da bunların cəmi yəqin 10'dur burada. X seçme ortağının üstürü bərabərdir. S üstə gələk. M1 ulduz vuraq H deməkdir. 3 tamında 1'in üzerine gəlirəm. 0.5 vuraq 2. Və bu hesabla görə çəkir. Eyni şey bura aiddir. Eyni düsturdur. Bu da eyni düsturdur bax. Eyni düsturdur. Spesiyanın düsturu ds bərabərdir. H kvadrat vuraq. M2 ulduz çıxaq. M1'in kvadratı. H kvadrat 4 vuraq. 2,2 çıxaq. 0,7'nin kvadratı. Və bunu hesablamaq lazımdır. Yine oxşar düsturdur. Bax, H kvadrat 4 vuraq. 6,8 çıxaq. 1,1'in kvadratı. Hə, asimetriya misalı bərabərdir. Deməli MS M3 bölünsün sigma S'in kubu. Bunu hesablamaq lazım. 5,22 bölü 2,2'nin kubu. Bunu hesablayarsınız. Yine eyni düsturdur. Bax, demək 4,8 bölü 1,9'un kubu. Ha, yine de eyni şey. 6,2 bölü 2,7'nin kubu. Ekses emsalı bərabərdir. 4 bölünsün. Deməli sigma üstü 4 çıxar 3. Qabı düsturdur. Yani 81,2 bölü 2,2'nin üstü 4 çıxar 3. Bu düsturun tapası. Böyle. Bu da oxşar düsturdur bax. Belə. Sonra oxşar düsturlardır. Bunları yazmıram. Bunlar oxşar düsturlar. Dais düsturu bildik. Seçme dispersiyanı bildim. H kvadrat 3'ün kvadratı vuraq. 4,1 bırak 0,3'ün kvadratıdır. Yine dispersiyadır. Seçme orta S üstə gələk. M1 bırak H'dır. Aha, indi burada ne lazımdır? Deməli 14'ü seçdik belə. 14'ten 10 çıxan. Deməli belə şərt variant yazıram. -4, -2, 0, sonra 2, bu da 4. Buraya 2, 1, bura 3, bura 2, 2. Deməli bunun kvadratını vur toplayacağım. Ne eləyəcək görəm. 16'ını 2'ye vuranda 32 plus 4 plus 0 plus 4, 8 plus 16, 32. Bölək bunların cəmi 10. Görüm neçəliyə birdən yoxlayayım. 64 plus 12, 76 bölək 17,6. Böyle. Ha, burada bunu ne alsın? Kvadratlarını vurup topluyorum. 25'i 5'e vuranda 125 plus 9'u 20'ye vuranda 180 plus 0 plus 9 15'e vuranda 135. Bunu buna vuranda 25 buna vuranda 500 250. Böyle bunların cəmi o da 100'dür. Bu neçə də sodur? Seçme ortağını x seçme orta beraberdir. Vur topla birbirine. Vur topla başarıda da bunların cəmini yaz. Burada 100 olacak. Böyle. Seçme orta yine x seçme ortadır. Düsturunu bilirsiniz. Seçme dispersiyanın düsturu ds beraberdir.
x kvadratın ortası çıxar x-in kvadratı. Bu düstür burada keçərlidir. Həmçinin burada keçərlidir. Burada belə bir şey yazmaq lazımdır. 21, 33, burada 36. Bunların hərəsindən bir-birdir, bax. Yenə dispersiyan düsturunu yazdıram. Kvadrat, deməli x kvadratın ortası çıxar x seçmə ortanın kvadratı düsturdur. Bundan hesablayasınız. Düzəldilmiş dispersiya s(x)'in kvadratı bərabərdir 100 bölü y minus 1, 99 vuraq 168 tam 88. Və bundan hesablayasınız. x(x)'in düsturu bax budur. Bu, hazır düsturdur bu. Burada nə yoxdur? Burada çıxaq var, bu olanmaz. Burada da nə yoxdur? Deyim sizə. İdi, eni, o, i, s üstə gələk, e nə qədərdir? Deməli, endirsə, burada en olanmaz artıq. Və bu səhvdir. Yerini dəyişməyin qiymətləndirməsini istəyir. Burada da 21 bölü 20 vuraq 8. Yerini dəyişməyin qiymətləndirmə x seçmə ortanı istəyir. Bərabərdir. Vur topla, sonra da böl bunların cəmini. Bu da həmin şey, düzəldilmiş dispersiyanı ds istəyir. Yenə seçmə dispersiyadır. Bu da yenə 61 bölü 60 vuraq 12. Bundan hesablasın. X seçmə ortadır. Bərabərdir. Vur topla, sonra böl bunların cəmini. Tamam. Məncə demək olar ki, hamısına sual işləmişdim. Nümunə qalmayıb da bəsdir. Məncə bunu yekunlaşdıracağım, çünki özümdə yorulmuşam. Nə sualımız olsa şəxsimə yazın da. Hamısını hər il yazırdım, valla bir il çatdıra bilmədim. İnanın ki, həqiqi çatdırmaq mümkün deyil. Bir şəvait, bəlkə qismət olsa bir şəvait bir video çəkdim, baxarıq onu. Hələlik, salamat qalın.